Salam hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü İdarəçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bir məsələ ilə qədər mən bir problemi araşdırmaq və onun ictimailəşdirmək istəyirəm. Bildirim ki, bu günlərim bilirsiniz ki, Azərbaycan Respublikasının bütün ərazilərində artıq təbii qazla təmin olunubdur. O cümlədən Göyçay rayonu. Və Göyçay rayonunun demək bir neçə kəndlər gedən qaz xətti haqqında danışmaq istəyirəm. Hansı ki, o qaz xətti Uca Göyçay yolunun üzərində yerləşən kəndləri əhatə edir. Malışıqlı, Çərkə kəndi, Xəritli, Yenaq kəndi və Müskürü kəndi. Həmin kəndlərin üzərində gedən ana qaz xəttinin, yəni kolun içərisində qalması ilə əlaqədar. Hansı ki, o xətt kolun içərisində qalıb, demək olar ki, orada korroziyaya uğrayır və böyük bir problemə çevrilir. Çünki dövlətimizin başçısı, cənab prezidentimiz İlham Əliyev bilirsiniz ki, ölkəmizin bütün yerlərində bu məsələ ilə qədər ciddi tapşırıqlar vermişdir vaxtında və demək olar ki, hər yerdə artıq təbii qaz var. Biz prezidentimizə minnətdarıq doğrudan da bu qədər vəsaitlə, yəni xərcləyərək, yəni dövlətin büdcəsindən bu işlərin görülməsindən təşkil edibdir. Amma bu günlərim işlər görülüb, bəli, çox gözəl qaz var hər yerdə, amma onun qorunması üçün yerlərdə hər hansı bir tədbirlərin görülməsində ləngimə var. Ona görə ki, bax, indi mən onu çəkib təqdim edəcəm, həmin ləngimənin, yəni o problemin vəziyyəti hansı haldadır. Bəli, mən onu bax təqdim edirəm. Gördüyünüz kimi burada həmin dediyim kəndləri əhatə edən qaz xəttləri gedir, bax bu şəkildə ana xəttlərdir. Və bu kolları da burada görürsünüz, hansı ki, bax bu kolların burada olması, bax artıq burada xətt görünmür. Bir neçə 100 metrə qədər, bax belə xəttlər qalıb kolun içərisində. Bunlar kolun içində qalmaqla, yəni illərlə qalır burada və korroziyaya uğrayır həmin durbalar, xəttlər. Yəni bax, mən onu çəkirəm, bax göstərirəm burada. Görürsünüz, bax artıq onlar paslayır, korroziyaya uğrayır və gələcəkdə burada hər hansı bir yanğın baş verərsə və yaxud da sızma baş verərsə, burada böyük bir problem ola bilər. Bax bu kolların içərisində qalıb. Yəqin ki, bunun üçün adi qurumlar var, Azərqaz, yəni onların işçiləri var ki, bunların təmizlənməsini, bunların üstünün açılmasını təmin etməlidir. Amma çox təəssüf ki, bu günlərim belə deyil. Cənab prezidentimiz bu qədər vəsait ayırır. Yəni qaz xəttlərinin çəkilməsi, kəndlərin, şəhərin qazla təmin olması üçün. Lakin yerlərdə adi qurumlar bax belə bu işə belə deyək ki, səhlənkayə yanaşaraq bu problemi yaradırlar. Mən çox istərdim ki, bu çəkilişi adi qurumlar görsünlər. Yəni bax bu işdə ciddi tədbir görsünlər. Çünki bizim demək olar ki, bütün kəndlərimiz yəni qazla təmin olubdur, təbii qazla. Amma onların xəttlərin qorunması amma təmin olunmur. Buna görə də mən çox istərdim ki, adi qurumlar bu çəkilişə baxsınlar, bu barədə tədbir görsünlər, bu qaz xətti kolların içərisindən çıxarılsın, yəni onlar yenidən belə deyək, kraskalansın, təmir olunsun. Çünki bu gələcəkdə burada artıq demək olar ki, bir neçə ildən sonra bu xəttdən əsər-əlamət qalmayacaq. Yəni hər yerə sızma baş verəcək. Çünki kol qış vaxtı burada nəmişlik yaranır və o xəttlər korroziyaya uğrayır və sızmalar da çoxalır. Yəni zədələnmələr çox gedir. Düşünürəm ki, adi qurumlar bu çəkişi gördükdən sonra yəqin ki, tədbir görəcəklər. Biz də ictimai nəzarətçilər olaraq, könüllülər olaraq yerlərdə belə halları görür. Gördükdə isə bunu çəkib ictimaiyyətləşdirib adi qurumlara çatdırırıq. Çox xahiş edir ki, bu işdən adi qurumlar ciddi məşğul olsunlar. Baxın, bax, bəzi yerdə xəttlər görünür, yəni üzdədir. Burada artıq bilirsiniz ki, hər hansı bir korroziya ola bilməz, sızma da ola bilməz. Çünki burada artıq təmiz xəttdir, görürsünüz. Burada artıq az bir məsafədir. Az bir məsafədir ki, təmiz şəkildə, yəni üstdədir, qaz xətti. Amma digəri artıq bu kollar alıb buranın hər yerini. Bax, belə bir negativ hal yaranır. Çox xahiş edirik ki, adi qurumlar bu işdən ciddi məşğul olun. Diqqətiniz üçün minnətdarım.